İkinci önəmli məsələ isə arxivlərin açılmaması məsələsidir. Bir çox Avropa, Sovetlərin Avropa, Baltikyanı ölkələr, Sovetlər Birliyində təmsil olunan Baltikyanı ölkələrdə bu arxivlər açıldı. Bəzi adamlar həbs edildi, bəzi adamlara isə siyasətdən getmək təklif edildi. Azərbaycanda isə bu arxivlər açılmadı. Və söhbət təkcə Azərbaycandakı dövlət arxivindən getmir. Bu həm də AXCP və Müsavat kimi qurumların öz arxivlərini açmamasından söhbət gedir. Və burada hətta Elçi bəy özünü demokrat kimi göstərən biri, Elçi bəy hakimiyyətdə olduğu dövrdə belə bu arxivlər açılmadı. Və Azərbaycan, belə deyim, böyük bir şansı əldən verdi.